Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Hədəf proqramını təqdim edirik. Bugün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları başdan-başa bərpa, quruculuq məkanına çevrilir və bunun nəticəsidir ki, dövlət hesabına ayrılan milyardlarla manat hesabına yeni yaradılan müəssisələr və iqtisadiyyat biznesə xarici ölkələrin də maraqları artıq. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Qarabağa səfər etdi. Azərbaycanla bu ölkə arasında iqtisadi ticari əməkdaşlıqdan, perspektivdən, siyasi əlaqələrdən və Qarabağda bu ölkənin investisiyalarının imkanlarından danışacaq. Əlbəttə, ekspertlərimizlə müzakirələrimiz olacaq. Qonaqlarımızı təqdim edək. Milli Məclisin üzvü Sevil Mikailova. Sevil xanım, xoş gəlmişsiniz. Salamlayırıq sizi. Və iqtisadçılarımız Fuad İbrahimov və Kənan Quluzadə. Elə bu dediyimiz mövzudan biz müzakirələrimiz istəyərdik davam edək, amma Azərbaycanla bu ölkə arasında bütün sahələrdə əməkdaşlıq perspektivlər nədən ibarətdir? Cənab Prezidentin çıxışına diqqət yetirək, sonra müzakirə edəcəyik. Bizim siyasi əlaqələrimiz çox uğurlu inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bugün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpa olunan enerji növlərinin işlənməsi istiqamətində bizə çox böyük dəstək vermişdilər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadə verilmiş birinci günəş elektrik stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir. Bir neçə gigavat bərpa olunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz sizin şəxsi göstəricisiniz və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır. Digər investisiya yönümlü layihələr üzərində işləyirik. Bugünkü nümayəndə heyətlərinin tərkibi özlüyündə bir göstəricidir. Bu göstərir ki, bizim əlaqələrimiz nə qədər çox şaxəlidir, nə qədər dərindir, səmimidir və məhsuldardır. Bəli, Sevil xanım, istəyərdik elə sizinlə başlayaq. İlk olaraq dövlət başçısının qeyd elədiyi kimi siyasi əməkdaşlıq bu ölkə ilə. Diplomatik münasibətlər indi hal-hazırda hansı səviyyədədir? Buna istəyərik sizin münasibətinizi öyrənək. Amma ilk olaraq məhz bu ölkənin prezidenti Şeyx Məhəmməd bin Zayedin Qarabağda, Füzuli hava meydanında qarşılanması sizcə onun hansı bir xüsusi mənası var? İlk növbədə söyləmək lazımdır. Bu çox vacib siyasi anlam daşıyan bir səfərdir və Birləşmiş Ərəb Əmirlikləri əslində Yaxın Şərqin ən inkişaf etmiş ölkələrindən biridir. O iqtisadi inkişafına görə 3-cü yerdə dayanır. İslam Əməkdaşlıq Təşkilatında da kifayət qədər nüfuzlu ölkə kimi qəbul edilir və əlbəttə ki, belə bir ölkənin prezidentinin Azərbaycana səfər etməsi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xüsusilə səfər etməsi, düşünürəm ki, bu Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı ilk növbədə siyasi əlaqələrin ən üst səviyyədə olduğunu bir mənalı şəkildə sərgiləyir. Və söyləmək lazımdır ki, Azərbaycan 2020-ci ildə qazandığı böyük zəfərdən sonra, yəni bizim siyasətimizin ən prioritet istiqaməti əslində bu ərazilərin bərpası və yenidən qurulması idi. Çünki bizim 1 milyona yaxın məcburi köçkün, qaçqın vəziyyətinə düşmüş vətəndaşlarımız var idi ki, ilk növbədə onların ləyaqətli qayıdışı əlbəttə ki, dövlətimizin qarşısında dayanan ən ümdə vəzifə idi. Və biz çox böyük qürur hissi ilə qeyd edirik ki, bugün bizə bu prioritet istiqaməti həyata keçirmək üçün həm siyasi, həm iqtisadi dəstək göstərən dövlətlər var və onların sayı durmadan artır. Və Birləşmiş Ərəb Əmirlikləri məhz o ölkələrdəndir. Və söyləmək lazımdır ki, biz bəli, investisiyaların həcminə baxsaq,
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyalar bu ümumi investisiyaların təxminən 7%-ni təşkil edir. Amma biz struktur baxımından baxsa, bu çox maraqlı bir struktura malikdir. Çünki ilk növbədə baxmayaraq ki, Birləşmiş Ərəb Əmirlikləri də neft qaz istehsalçısı olan ölkədir, Azərbaycan da və Əmirlik özü OPEC üzvü olan ölkədir. Amma bütün bunların bir kənara qoyub, bu ölkələr daha çox yaşlı iqtisadiyyat və bərpa olunan enerji istiqamətində investisiyaların həcmini artırmaqda davam edirlər. Və az əvvəl cənab prezident çox vacib bir açıqlama verdi ki, Birləşmiş Ərəb Əmirliklərinin şirkətlərinin investisiyalarının əsas istiqaməti məhz bərpa olunan enerji segmentində Azərbaycanın qarşı qoyduğu hədəflərin yerinə yetirilməsi üçün burada iqtisadiyyatın yaranmasına yönəlibdir. Və bu o şirkətlərdir ki, onlar ümumiyyətlə həmin segmentdə bərpa olunan enerjini, alternativ enerji mənbələrindən istehsal olunan enerjiyə görə, yəni onlar özləri də belə demək mümkünsə bazarda nömrə 1 hesab olunurlar. Və məhz belə şirkətlərin Azərbaycana cəlb olunması xüsusilə burada qeyd etmək lazımdır ki, bu Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin göstərişi ilə baş verir və onların işğaldan azad olunmuş ərazilərdə xüsusilə fəallıq göstərməsi əlbəttə ki, bu Azərbaycanın perspektiv inkişafına qoyulmuş sərmayələrdən xəbər verir ki, bu da əlbəttə ki, iki qardaş ölkə arasında düşünürəm yalnız mümkündür. Biz yəni yaşıl enerjinin alınmasına niyə görə çox diqqət yetiririk? Bugün bütün dünya ümumiyyətlə bu enerjinin istehsalı üzərində dayanıb, düşünür və biz əgər müqayisə, yəni biz müsbət müqayisələr aparmaq istəyirik, rəqabət anlamında deyil. Əgər Avropa Birliyində biz yaşıl iqtisadiyyat və yaşıl enerji, yəni alternativ mənbələrdən alınmış enerjinin həcminə baxsaq, əslində o qədər də çox deyil. Baxmayaraq ki, Avropa Birliyinin buna daha çox ehtiyacı var və Azərbaycan kimi ölkələrin, əlbəttə ki, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə yaxın sinerjidə, əməkdaşlıqda məhz bu sahəyə diqqət yetirməsi, bu həm də düşünürəm dünya birliyinə həm bir nümunə yaradır, yəni investisiyalardan düzgün yararlanmaq, amma eyni zamanda varlı ölkələrin də Birləşmiş Ərəb Əmirlikləri kimi öz belə deyək maliyyə yatırımlarını məhz vacib sahələrə yönəltməsinin əslində yəni onların da düzgün iqtisadi prioritetləri müəyyənləşdirilməsi və düzgün iqtisadi siyasətinin olmasını göstərir. Və xüsusi olaraq qeyd etmək lazımdır ki, bugün biz çox maraqlı qarşılama mərasimini seyr etdik Füzuli Hava Limanında. Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin gəlişi və orada Azərbaycan prezidenti ilə görüşməsi, daha sonra yəni mətbuata bəyanatlar və bu bəyanatların mən deyərdim ki, hər cümləsində biz bu istiliyi, biz iki ölkə arasındakı səmimi münasibətləri və hər şeyi kənara qoyub yalnız işlə məşğul olmaq, burada yəni digər ölkələrə hansısa bir rəqabət hissi yaratmaq və yaxud da ki, kiməsə nəyisə göstərmək deyil, sadəcə olaraq əməkdaşlığın məhz belə deyək, hər iki ölkənin inkişafına və ümumilikdə isə mən deyərdim qlobal anlamda həm siyasi münasibətlər sisteminə, həm iqtisadi münasibətlər sisteminə də xüsusi töhfə gətirmək kimi anlamının, məqsədinin olduğunu söyləməliyik. Çox sağ olun, minnətdarıq sizə Sevil xanım. İqtisadçılarımızın fikirlərini öyrənək. Dövlət başçısı əsasən ölkələr arasında investisiya imkanlarından danışdı. Yeri gəlmişkən Azərbaycanla bu ölkə arasında investisiya həcmi Azərbaycanın ölkəyə yatırdığı sərmayə 450 milyon dolların üzərindədir. Elə 2023-cü illə müqayisə eləsə, bu 2024-cü ilin göstəriciləridir. 5 dəfəyə yaxın artıb. Birləşmiş Ərəb Əmirliklərinin də Azərbaycana sərmayələri 500 milyon dollar civarındadır. 50%-in üzərində çoxalma var və 7%-lə bu yerə malikdir. Ümumi, sizcə Birləşmiş Ərəb Əmirlikləri, Fatma, Azərbaycan qeyri-neft sektorunda hansı imkanlar, hansı perspektivlər var və dövlət başçısı xüsusilə nəyi vurğulayırdı? Rasim, rəqəmlərə də diqqət yetirdik. Məsələn, buradadır ki, praktik olaraq artıq bizim alternativ enerji mənbələri ilə bağlı bilirsiniz ki, çox aktual, dövrün tələbi olan layihəmiz artıq həyata keçib və bunun davamı olaraq cənab prezident əlavə güclər haqqında da kifayət qədər məlumat verdi və onun davamı gedəcəkdir. Ancaq ümumilikdə əlbəttə ki, biz bayaq Sevil xanım da çox gözəl qeyd elədi. Birləşmiş Ərəb
modeli məsələsinə bir diqqət yetirəndə biz ümumiyyətlə dünyada bir neçə diqqət və cazibədarlıq nöqtəsi olan bir varlıqlar var. Misal üçün biz dəfələrlə Çin iqtisadi möcüzəsindən danışırıq və yaxud Amerika Birləşmiş Ştatlarının hansısa institusional maliyyə mərkəzinin çevrilməsi bir belə deyək, layihəsi var, bir möcüzəsi var. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri də 60 ildə karbohidrogen ehtiyatlarını iqtisadi dövrəyə cəlb edib bir gözəl bir möcüzə yaratma praktikası var. Yəni burada biz özü ki nəzərə almaq lazımdır ki, çox məhdud bir çərçivədə iqlim şəraiti olmaq şərti ilə. Siz bilirsiniz ki, orada müəyyən bir iqlim şəraiti var, ancaq bu möcüzə orada yaranıb. İndi təsəvvür eləyin ki, biz bu günlərim Qarabağda, Şuşada bu görüş, o gözəl təbiətin görüntüləri altında, o gözəlliyin, təbiətin real şəkildə izləməklə, əlbəttə ki, bax bu dediyimiz o möcüzə modelinin turizm sektorunda tətbiqi istiqamətində hesab edirəm ki, kifayət qədər bizim və bununla bağlı artıq müəyyən aidiyyəti təşkilatlarla imzalanan artıq bir memorandumlar var. Bununla yanaşı biz alternativ mənbə kimi bu biraz çətin görsənsə də ancaq bizim kənd təsərrüfatı sektorunun məhsullarının xüsusi olaraq Birləşmiş Ərəb Əmirliyi bazarlarında, piştaxtalarınacan hərəkət edəcək bir yolun üzərində çalışma imkanlarımızı dəyərləndirməliyik. Bu mümkündür. Bu günlərin biz Birləşmiş Ərəb Əmirliyi dəki olan ithalçıların, ithal olunan ölkələrin siyasına diqqət yetirsək, Azərbaycan çox rahatlıqla ölkələrlə sağlam rəqabətə girərək onların, belə deyək, yerini tuta biləcək bir imkanlara malikdir. Yeri gəlmiş elə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti də siz qeyd etdiyiniz kimi iki ölkə arasında iqtisadiyyatın hansı sahələrində imkanlar var? Elə onun çıxışına qısa olaraq nəzər yetirək, sonra davam etdirərik. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər ötən 10 illiklər ərzində ardıcıl inkişaf etmişdi və xüsusilə də qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artmışdı. İyul ayında ölkələrimiz hərtərəfli iqtisadi əməkdaşlıq haqqında saziş imzalamışdı. Bu sənəd iqtisadi əlaqələrimizə yeni bir təkan vermişdi. İnşallah bizim müştərək iqtisadi hədəflərimizi həyata keçirmək üçün onun çox böyük təsiri olacaq. Biz Birləşmiş Ərəb Əmirliklərində bu əməkdaşlığı genişləndirməyə davam etməkdə maraqlıyıq. Ələlxüsusda inkişaf sektoruna aid olan iqtisadiyyat və bərpa olunan enerji, qida təhlükəsizliyi, həmçinin mədəniyyət sahələrində və əlbəttə ki, digər əhəmiyyətli sahələrdə. Çünki bu sahələr bizim gələcəyimiz üçün çox böyük nəticələr vəd edir. Cənab Prezident, dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var. Onu daha yüksək səviyyəyə qaldırmağı arzuluyuruq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq. İstəyirəm Fatma müəllim, davam etdirəsiniz. Yeni əməkdaşlıq imkanları nədən ibarətdir? Dövlət başçısının vurğuladığı kimi. Elə əslində biz çıxışımızın əvvəlində qeyd etdik. Birinci, bu əməkdaşlığın çərçivəsi çox genişdir. Ancaq biz sadəcə olaraq spesifik sahələrə toxunduq ki, harada ki biz Azərbaycan olaraq real bir dəhlizdə bu mənfəəti qısa zaman kəsiyində əldə edə bilək. Bilirsiniz, bu günlərim müəyyən dövr bundan öncə Birləşmiş Ərəb Əmirlikləri azad iqtisadi zonalarla gündəmdə olduğu, ancaq indiki vəziyyətdə bilmən fikir vermişsinizsə, artıq daxildə
vergi dövriyyəsinin rəsmiləşdirilməsi prosesində çox belə konservativ bir siyasət irəli sürülür. Artıq bilirsiniz, o azad iqtisadi zona varlığının gəlirliyi belə bu ölkəni maraqlandırmır. Ancaq eyni zamanda xaricdən gələn investisiyalar və investorlara xüsusi olaraq o cazibədarlığın yaranması bu ölkəyə bu günlərim investisiya axının qarşısını baxmayaraq ki, pandemiya dövrü yaşandı. Eyni zamanda biz söhbətimizin əvvəlində dedik, iqlim şəraitinin çox belə bir dar bir çərçivədə olması. Əlbəttə ki, biz bax bu məsələlərdə bu varlıqdan xüsusi olaraq dəyərlənməliyik. İmkanlarımızı dəqiq dəyərləndirərək bax bu imkanları biz öz belə deyək, varlığımıza cəlb etməliyik. Çox sağ olun. Kənan müəllim, biz bu ölkənin bir iqtisadiyyatına diqqət yetirsək, təxminən Azərbaycan böyüklükdə bir əraziyə sahibdir. Elə 10 milyona yaxın bir əhalisi var, amma yalnız neft, qaz və yaxud da ki, alternativ enerji mənbələrinə sahib deyildi. Eyni zamanda dünyanın aparıcı bir maliyyə bankçılıq mərkəzlərindən biridir. Xidmət, turizm. Mənim üçün maraqlıdır ki, belə bir Birləşmiş Ərəb Əmirlikləri modelini Qarabağda, Şuşada, Füzulidə, Xankəndidə necə təsəvvür etmək olar? Bilirsiniz, çox maraqlı bir məsələyə toxundunuz. Mən əslində bu bənzətməni, bu analitikanı etməyi düşünürdüm. Və bu bənzətməni edəndə ilk olaraq Birləşmiş Ərəb Əmirliklərinin bu azad iqtisadi zonalar, bu sənaye parkları istiqamətində bu yerlərə haradan gəldiyini bir analiz etmək istərdim. 1985-ci ildə Şərqdə ilk dəfə Cəbəl Ali adlanan bir ərazidə azad iqtisadi zona fəaliyyətə başlayır. Bu təcrübə Çinin 1979-cu il Deng Xiaoping islahatlarından götürülür. Müvafiq islahatlara əsasən deməli bütün növ vergilərdən azad, tamamilə təşviq qaydalarının işlədiyi bir azad iqtisadi zona yaradılır. Həmən oxşar qanunlar Birləşmiş Ərəb Əmirliklərində hazırda CAFS adlanan Cəbəl Ali azad iqtisadi zonasında başlayır. İlk müddətdə 19 yerli şirkətlə bu azad iqtisadi zona öz fəaliyyətini başlayır. Və bu günə qədər keçdiyi bir 40 il yolda, bugün artıq müvafiq azad iqtisadi zonada rezidentlərin sayı təqribən 10 min civarındadır. Və bu azad iqtisadi zona Birləşmiş Ərəb Əmirliklərinin ümumdaxili məhsulun həcminin 23,9%-ni artıq öz üzərinə götürür. Deməli, amma bu azad iqtisadi zonanın əsas strukturu nədən ibarətdir? Bu sırf Şərq-Qərb ticarətində Cənub koridorunun üzərində yerləşir. Yəni, azad iqtisadi zonada onun təşviq qanunlarından başqa, vergi qanunlarından başqa, onun bir növ logistika cəhətdən də uyğunluğu vacibdir. Düşünürəm ki, bu Cənub koridoru üzərində belə nəhəng bir azad iqtisadi zonanın qurulması və burada maksimal dərəcədə vergi qanunlarının tətbiqini biz oxşar modeli Qarabağda tamamilə qura bilərik. Belə ki, hal-hazırda bilirsiniz ki, orta koridor hal-hazırda çox sürətlə inkişaf edir. Çinlə, tək Çin deyil orada, yəni Cənub-Şərqi Asiya ölkələri var, Hindistan da artıq qoşulur, çünki Cənub koridorunda artıq logistika tarifləri bahalaşır. Və ötən ilin yekunlarına əsasən, üzr istəyirəm, deməli, may ayına olan nəticədə bir il əvvəlki göstərici ilə müqayisədə orta koridorda yük həcmi təqribən 28% qalxmışdır. Bu göstəricilər artıq orta koridorun keçəcəyi, eyni zamanda Zəngəzur koridorunun qısa müddət sonra açılacağı gözlənilir və bu bizim Qarabağ zonasını oxşar modeli tətbiq edə biləcəyimizi bir növ göstərir. Təkcə Birləşmiş Ərəb Əmirlikləri modeli deyil, eyni zamanda siz qeyd elədiniz, Çin və digər ölkələrin də bu praktikasını biz Qarabağda, daha doğrusu Qarabağda tətbiq etmək mümkündür. Bəli, o potensial, o imkanlar varmı? Bəli, əlbəttə var. Yəni ki, bu istiqamətdə, yəni ki, sənaye parklarının ümumiyyətlə azad iqtisadi zonalarda əsas güc verilir logistikaya. Çünki istehsal olunan məhsul artıq istehlakçıya uyğun şərtlərdə, aşağı tariflərdə çatdırılmalıdır. Və investorun cəlbində əsas məsələ
həm bu logistikadır, həm də vergi təşviqidir. Bu iki məsələ həll olunandan sonra və hal-hazırda bilirsiniz ki, Qarabağa böyük köç proqramı çərçivəsində, qayıdış proqramı çərçivəsində bizim bir vaxtlar öz evlərindən didərgin düşmüş həmvətənlərimiz oraya qayıdır. Artıq bu azad iqtisadi zonanın, bu sənaye parklarının yaradılması orada bir çox sosial problemləri də həll edəcək. Artıq öz doğma yurdlarına qayıdan qaçqınlarımız, həmvətənlərimiz, bir vaxtki qaçqınlarımız, indiki həmvətənlərimiz bu sənaye parklarından, bu azad iqtisadi zonalardan istifadə edərək artıq yəni işlə təmin olunacaqlar. Artıq müntəzəm gəlirləri bununla təmin olunacaq. Və bu istiqamətdə də artıq konkret işlər görülür. Bilirsiniz ki, deməli Qarabağda 4 ixtisaslaşmış mərkəz yaradılıb artıq. Deməli Kəlbəcər, Şuşa, Cəbrayıl və Ağdam. Cənab, icazənizlə o məsələyə ayrıca bir toxunan növbəti sualımız olacaq. Və Sevil xanım, bir məsələni sizdən öyrənmək istəyərdik. Cənab Prezident də bunu xüsusilə vurğuladı. İyul ayında həm də Birləşmiş Ərəb Əmirlikləri Abu Dhabi Azərbaycanla Ermənistan lideri arasında bir danışığa ev sahibliyi etdi. Deməli, bu ölkə regionumuzda da maraqlıdır. Bu kontekstdən də yanaşsaq, sizcə Birləşmiş Ərəb Əmirliklərinin təkcə Azərbaycandır, Ermənistan da əlaqələrini biz fikir versək, həm də hətta Ermənistanın Azərbaycana daha çox sərmayə yatırıb, kifayət qədər iqtisadi, ticari əlaqələri mümkündür. Sizcə perspektivi necə görmək olar? İlk növbədə söyləmək lazımdır ki, bugün Abu Dhabi, yəni Yaxın Şərqin belə demək mümkünsə siyasi mərkəzlərindən birinə çevrilməkdədir və təkcə Azərbaycan və Ermənistan arasında gedən danışıqlar deyil, digər dünyanın bir çox qaynar nöqtələrində olan konfliktlərlə bağlı 3 səviyyəli görüşlər məhz əmirliyin ərazisində keçirilir. Bu nədən irəli gəlir? Əvvəlan bilirsiniz, dövlətin münasibəti var, dövlətin nüfuzu var və az əvvəl də qeyd etdiyimiz kimi Birləşmiş Ərəb Əmirlikləri kifayət qədər nüfuzlu bir ölkədir və Birləşmiş Ərəb Əmirliklərinin əslində öz ərazisini bu dövlətlərə təqdim etməsi, yəni orada təzyiq elementi yoxdur, yəni bu istisna olunur və sadəcə olaraq belə demək mümkün sakit bir mühit yaradılır və onlar maraqlı tərəf kimi çıxış etmirlər ki, bu çox vacib bir məsələdir. Və nəticə etibarilə onu da söyləmək lazımdır ki, ümumilikdə bir çox dövlətlər əmirliklərlə əslində iqtisadi münasibətlər qurmaq istəyir. Az əvvəl həmkarlar çox düzgün vurğuladılar ki, yəni əslində Dubai modeli, mən düşünürəm ki, bir çox ölkələr üçün kifayət qədər belə deyək rəqabətli bir mühit formalaşdıra biləcək qədər bir iqtisadi formulanı ortaya qoydu. Əslində, yəni azad iqtisadi zonanın yaradılması üçün bəli bir sıra parametrlər var. O bundan əvvəl də mövcud olubdur. Digər ölkələrin ərazilərində də mövcud olubdur. Amma məsələ burasındadır ki, Dubayı parlaq edən və onu sözün bütün anlamlarda Fuad müəllim qeyd etdi, cazibədar edən məqamlardan biri və birincisi bəlkə ondan ibarətdir ki, onlar səhra iqlimində və çox belə deyək inanılmaz dərəcədə qısa bir müddətdə yüksək keyfiyyətli iqtisadiyyatı yarada bildilər. Və burada keyfiyyət amili önə keçdiyi üçün və yenə də biz az əvvəl siyasi münasibətlərdə Birləşmiş Ərəb Əmirliklərinin münasibətini, mövqeyini qeyd etdik və görünür ki, məhz bu cür ədalətli mövqedən çıxış etməsi Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi münasibətlərdə də öz sözünü deyib. Yəni tərəfdaşlara, partnyorlara heç bir halda öz mövqeyini yeritməmək, əksinə şərait yaratmaq və onları dəvət etmək. Və məhz buna görədir ki, yəqin bugün əmirlik ərazisi ümumilikdə götürəndə, yenə biz Dubayı burada xüsusi qeyd edirik, amma əmirlik özü investisiya cəlb ediciliyi üçün yüksək belə də reytinqli ölkə sayılır və o ROR indeksi olsun istər, yəni Dünya Bankı tərəfindən müəyyənləşdirilmiş bir sıra indekslərə görə birinci yerdə gedir. Çünki burada birinci siyasi vəziyyət orada nəzərə alınır ki, bu çox vacibdir ki, ölkə təhlükəsiz olsun. İkinci söylədiyimiz kimi ədalətli bir mövqe olmalıdır, yəni qoyulan investisiyalara zəmanət verilməlidir. Bu da təmin edilir Birləşmiş Ərəb Əmirlikləri tərəfindən və yenə də biz coğrafi mövqeyi nəzərə almalıyıq, qonşu ölkələri nəzərə almalıyıq və ən əsası isə logistika. Biz həm cənab prezidentin, həm də Birləşmiş Ərəb Əmirliklərinin liderinin bəyanatlarında nəqliyyat məsələsinin xüsusi olaraq vurğulandığını deməli eşitdik. Bu nəyə görə çox vacibdir və hətta Birləşmiş Ərəb Əmirliklərinin şirkəti tərəfindən 2 gəmi Azərbaycan sularında deməli
tərsanələrində belə deyək ki, istehsal olunacaq və işə buraxılacaqdır. Bu artan yük daşımalarının qarşılanması üçün ilk növbədə nəzərdə tutulur. Biz orta dəhlizin açılmasının yaxın gələcək olduğunu dəfələrlə vurğulamışıq. Xüsusən 2026-cı ildə artıq biz buna realist bir layihə kimi baxırıq. 8 avqust Vaşinqtonda keçirilmiş görüşün nəticələri bunu bir daha deməyə bizdə əminlik yaradır və bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Pekində, Çində keçirilmiş görüşündə bu Çin lideri tərəfindən bildirildi ki, Azərbaycan üzərindən keçən yüklərin həcmi 2 dəfə artıbdır və 2 dəfə yük həcminin artması bu həm də belə də qarışıq yük daşımaları şəklində həyata keçirilir. Həm burada dəniz var, həm dəmir yolları var və bu cür artım təbii ki, yeni dəhlizlərin yaradılmasına və burada yeni texnikanın istifadəsinə əlbəttə ki, bir ehtiyac yaradır. Və bu ehtiyacın qarşılanması üçün biz çox sevinirik ki, bu gün həm Çinin qabaqcıl şirkətləri burada iştirak edəcəklər, həm Birləşmiş Ştatların qabaqcıl şirkətləri burada iştirak edəcəklər və eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin də qabaqcıl şirkətləri məhz Azərbaycanın logistika sahəsinə sərmayələr yatıracaqlar. Bu nəticə etibarilə çox etibarlı bir nəqliyyat kəmərini formalaşdıracaqdır. Orta dəhliz üçün bu çox vacibdir. Yəni, biz Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə əslində dünyanın, yəni qlobal ticari dövriyyənin yeni bir logistik xəttə maliklənməsini qeyd edirik. Amma burada aktor ölkələr var ki, bunu həyata keçirmək lazım. Yəni, bu ola bilsin tezis olaraq, ideya olaraq, təşəbbüs olaraq çox gözəl səslənir. Amma bu gözəl təşəbbüsü həyata keçirmək üçün də keyfiyyətli layihələr lazımdır. Və Azərbaycanın məhz Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətə üstünlük verməsi və burada məhz belə deyək, dünyanın nömrə 1 şirkətləri ilə əməkdaşlıq etməsi təbii ki, tərəfdaş ölkələrdə də Çin daxil olmaqla digər belə deyək, həm Mərkəzi Asiya ölkələri olsun, eyni zamanda bu layihəyə kommersiya marağı göstərən Birləşmiş Ştatlar olsun, onlarda da bir yəqinlik yaranır ki, bəli, artıq orta dəhlizin gələcəyi kifayət qədər rasional olacaqdır. Bu dəhlizdən istifadə etmək istəyəcəklər və bu sadəcə olaraq yaxın 10 illiklər üçün nəzərdə tutulmuyubdur. Bu uzaq 10 illiklər üçün nəzərdə tutuldu. Bu əslində regiona olan siyasi marağı da artırır. Bu niyə görə çox vacibdir? Bu həm də bizim təhlükəsizliyimiz üçün və siyasi belə də zəmanət qazanması üçün regionun, yəni təkcə Azərbaycan Ermənistandan söhbət getmir, eyni zamanda regionun siyasi zəmanəti üçün çox vacibdir. Necə ki, biz bugün Dubay haqqında danışanda, yəni ilk növbədə onu söyləyirik ki, bu tam təhlükəsiz bir ərazidir Birləşmiş Ərəb Əmirlikləri eyni ilə. Çünki niyə görə? Burada vaxtında onlar neft və qaz gəlirlərini məhz lazımlı sahələrə yönləndirmişdilər. O zaman bəlkə heç kim təxmin edə bilməzdi ki, Dubayın təməli qoyulanda, yeni Dubayın belə deyək, təməli qoyulanda o bugünkü Dubaya çevriləcəkdir. Amma sərmayələrin çoxluğu və keyfiyyətin önə çəkilməsi, yəni onlar üçün əsas parametr nədən ibarət idi? Ən yaxşısı, heç kimdə olmayan və yalnız bizə məxsus olan. Və bu nəticə etibarilə də gördüyümüz bugün, yəni artıq Birləşmiş Ərəb Əmirliklərinin dünyanın ən varlı ölkələrindən biri olması, eləcə də Əl Nəhyan ailəsinin Forbes-un reytinqində ilk 10-luqda olması, hətta ilk 5-likdə 2024-cü ildə ikinci yerdə idi. Yəni bunlar hamısı təkcə neft və qaz sərvətlərinin olmasından irəli gəlmir. Dünyada digər dövlətlər də var ki, bu sərvətlərə maliklənsinlər. Amma ilk növbədə iqtisadi gücə, yəni Azərbaycan modeli də əslində bunu ehtiva edirdi. Biz öz zəfərimizi iqtisadi gücümüzün hesabına qazandıq. Eləcə də yəni bu ölkələrin modeli də onu göstərir ki, iqtisadi güclənmə çox vacibdir və investisiyaları və yaxud da ölkənin maliyyə yatırımlarını düzgün istiqamətləndirmək çox vacibdir və biz əgər 2020-ci ildə zəfərimizi qazanmasaydı, bugün Zəngəzur dəhlizi olmayacaqdı və Zəngəzur dəhlizi olmasaydı, biz qlobal logistika xəttinin üzərində yerləşmək şansını da qazanmayacaqdıq. Çox sağ olun. Birləşmiş Ərəb Əmirlikləri təkcə deyil və digər ölkələr, onların şirkətləri də investisiyalara Qarabağ ona görə maraqlıdır ki, Azərbaycan son 5 il ərzində kifayət qədər sərmayə yatırıb və tamamilə Qarabağı yenidən qurub. Cənab Prezident elə Xocavənd rayonu sakinlərindən görüşü zaman bu məsələlərə toxundu. Diqqət yetirək, yenidən müzakirəmizi davam etdirəcəyik. Son 5 ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr
hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağında dura bilməz. Çünki bizim işimiz haqq işidir. Biz öz torpağımız uğrunda vuruşmuşuq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik. Və bunu sübut eləmişik. Və bugün bütün dünya Azərbaycan xalqını müzəffər xalq kimi tanıyır, haqlı olaraq. 44 gün və bir gün. Heç bir ölkə son 80 il ərzində belə mütləq və tam və ədalətli qələbə qazanmamışdı. Bununla biz fəxr edirik. Necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində də qrup yaradırıq. Bax, ermənilər viran qoyublar bizim torpaqlarımızı. Sizin yaşadığınız kənd şəhərləri yerlə yeksan etmişlər. Öz yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamaz. Amma biz 5 il ərzində görün, şəhərlər, kəndlər qurmuşuq. Körpülər, tunellər, su anbarları, elektrik stansiyaları. Yəni, burada gedən, Qarabağ, Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Fatma müəllim, 5 il ərzində Qarabağda görülən işlər Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilib. Yeri gəlmişən gələn il artıq 2026-cı ildə o proqram yekunlaşır. Növbəti mərhələyə keçəcək, bu barədə də danışacağıq. 5 il ərzində həmin proqram çərçivəsində Qarabağda həm yerli və xarici investorların cəlbi üçün hansı layihələr icra olundu? Bir vəziyyət necədir? Aslında elə cənab prezidentdən bir sitat gətirək, çıxışında da qeyd elədi. Necə vuruşub torpaqlarımızı azad eləmişiksə, sülh zamanı da elə qrup yaradırıq. Doğrudan da çox sürətlə, çox şahəli, üzünüz görürsünüz də, ən azından artıq neçənci dövlət rəhbəridir ki, Füzuli Hava Limanında qarşılanır. Bununla yanaşı Laçın Hava Limanı, ondan sonra bu Cəbrayıldakı, Zəngilandakı bu yollar, ümumiyyətlə bilirsiniz, tunellər, su anbarları, elektrik stansiyaları, su elektrik stansiyaları, bunlar hamısı insanın, vətəndaşların qayıdıb bu ərazilərdə yaşaması üçün bir şərait yaradacaq bir göstəricidir. İndi bizim birincisi onu dəyərləndirək ki, yaxın keçmişəcən ətraf ölkələrdə bu qəbildən olan belə bir inşaat, bərpa işləri olmayıb. İkinci Dünya Müharibəsindən sonra, bilmirəm, xatırlayırsınız belə bir hal ki oldu. Nə sürətinə görə, nə zamana görə? Bəli, bu 5 il ərzində biz demək olar ki, daşın daş üstə olmayan ərazini cənnətə çeviririk. Və burada eyni zamanda da bizə nə qədər sürprizlər qoyublar dırnaq arası. Bu silah sursatla bağlı təhlükəsizlik nöqteyi nəzərdən hələ proqnozlaşdırılırdı ki, biz 10 ilə bu işləri eləyib qutaracağıq müəyyən. Amma ki, sürəti görürsünüz ki, artıq nə qədər ərazilər təmizlənib, artıq kənd təsərrüfatı sektoru ilə bağlı işlər gedir. Artıq dediyimiz kimi sənaye parklarının ərazisinə ətrafdakı olan inşaat materiallarının istehsal prosesinə dövrəyə salınması istiqamətində işlər gedir. Bu hamısı ondan xəbər verir ki, artıq ərazilərimizdə olan Sovetlər dövründən qiymətləndirilib müəyyən informasiya fonlarında saxlanılan o məlumatlar əsasında zəngin təbii sərvətlərimiz artıq iqtisadi dövrəyə cəlb olunur. Yəni bilirsiniz, bütün bu proseslər çox şahəli, tarazlı şəkildə gedir. Yəni biz hansısa istiqamətdə qabağa düşüb hardasa geri qalmırıq. Bütün bu proseslərin daxili imkanlar hesabına olması bunun xüsusi olaraq belə qürur verici bir vəziyyətə çevirir. Bu günlərin təsadüfü deyil ki, bu ölkə rəhbərləri investor kimi çıxış edəcək, misal üçün Birləşmiş Ərəb Əmirlikləri, investisiya baxımından
bu ərazi onlar üçün cazibədardır. Çünki görürlər ki, artıq burada strateji o infrastrukturlar artıq bərqərar alıb öz yerinə alıbdır. Yəni bu baxımdan bizim ən azından bu Qarabağa xərclənən vəsaitlər də cədvəli də göz qabağındadır. Hesab edirəm ki, yatırılan hər bir manat qısa zaman kəsində xalqımızın xeyrinə çevriləcək bir varlığa çevriləcəkdir. Elə Kənan müəllim, istəyir bu rəqəmlər üzərindən sizə və eyni zamanda Fuad müəllimdə suallarımız olacaq. 2021-ci ildən indiyə kimi 22 milyard manat vəsait sərf olunub, xərclənib. Dövlət büdcəsi hesabına, dövlət imkanları hesabına heç bir xarici vəsait cəlb olunmadan böyük qayıdış proqramı uyğun olaraq bu vəsait sayəsində nələr edildi? Bir də biraz əvvəl siz 4 istiqamət üzrə həmin regionu bölmüşsünüz, bu barədə danışıq. Əlbəttə ki, işğaldan azad olunan ərazilərdə böyük qayıdış proqramı çərçivəsində az öncə vurğuladığım kimi əhalinin qayıdışı varsa, deməli onların məşğuliyyəti də təmin olunmalıdır. Burada müxtəlif təyinatlı iş yerlərinin açılmasıdır, müxtəlif təyinatlı istehsalat sahələrinin açılmasıdır. Adətən bu işlər, az öncə Fuad müəllimin bir növ sözünə qüvvət, bu işlər adətən alternativ ölkələrdə, alternativ siyasi vəziyyətlərdə çox ləng həyata keçirilir. Bugün artıq Qarabağın deməli o az öncə vurğuladığım o 4 hissəyə ayrılması var. Deməli turizm istiqamətində, sənaye istiqamətində, logistika istiqamətində və deməli Ağdam bu istiqamətdə, sənaye istiqamətində nəzərdə tutulur və Ağdamda artıq sənaye parkının əsası qoyulub. Artıq qismən xarici ölkələrdən, hətta qonşu ölkələrdən və uzaq Çindən artıq müxtəlif təyinatlı investorlar cəlb olunub və artıq ilkin müəyyən istehsal olunmuş məhsullar artıq bugün deməli ölkə ixrac edir xarici ölkələrə. Düşünürəm ki, bu istiqamətdə görülən layihələr və az öncə vurğuladığım məsələni bir daha nəzərinizə çatdırmaq istərdim ki, Qarabağı biz orada icra olunan layihələr, orada istehsal etdiyimiz məhsullar Azərbaycanın ümumdaxili məhsulun həcminin inkişafına xüsusi təkan verəcək. Amma bu istiqamətdə bu qədər qısa müddətdə böyük nəticələr gözləmək mən düşünürəm ki, absurddur. Çünki zaman yəni çox dağılmış bir ərazidir. Yəni heç bir kommunikasiya xətlərinin olmadığı bir ərazi, yolların, yəni körpülərin, tunellərin dağıdılmış olduğu bir ərazidir və artıq torpaqlarda orada minalanmış ərazilər var ki, orada hansısa bir real işlər etmək üçün yəni zaman tələb olunur. Düşünürəm ki, bu istiqamətdə həyata keçirilən layihələr və investor cəlbi, yəni ki, istehsal olunan məhsullar Azərbaycanı qısa müddət sonra, az öncə Sevil xanım da bunu vurğuladı, orta dəhliz artıq fəaliyyət göstərir, amma onun Zəngəzur koridoru olan hissəsi hələ fəaliyyətə tam verilməyib. O Zəngəzur koridoru açıldıqdan sonra artıq burada logistika xərcləri aşağı düşəcək. Yəni ki, Azərbaycan Gürcüstan üzərindən deməli Türkiyəyə keçid və yaxud da tarixi Azərbaycan ərazilərindən Zəngəzur vasitəsilə Naxçıvana və oradan Türkiyəyə keçən məhsulda biz yolda təqribən 400 kilometr məsafəyə qədər qənaət edirik və bu bilavasitə artıq məhsulun istehlakçıya çatdırarkən bu yol xərclərinə qənaətdir. Düşünürəm ki, bu və digər məsələlər eyni zamanda müvafiq ərazidə tətbiq olunacaq təşviq qanunları bu istiqamətdə İqtisadiyyat Nazirimiz Mikayıl Cabbarovun xüsusi deməli sözləri var ki, Qarabağ ərazisinə yatırım edən deməli sahibkarlara xüsusi təşviq qanunları tətbiq olunacaq. Mən düşünürəm ki, bu xüsusi təşviq qanunları və regionda yerləşən, yəni burada qonşu ölkələri də nəzərə alsaq, təqribən 200 milyon əhalinin altında bir əhali var. Orta Asiya, Rusiya, İran, Türkiyə. Düşünürəm ki, bu əhali və bunların deməli tələb etdiyi məhsulları biz tək, yəni ki, Birləşmiş Ərəb Əmirlikləri deyil, burada Çin var, Hindistan var, yəni böyük istehsalçılar var ki, bu istiqamətdə xarici deməli ölkələrə yatırımlar edirlər.
bu istiqamətdə çox böyük potensiallar var və Azərbaycan hal-hazırda Ələtdə də yəni azad iqtisadi zona artıq fəaliyyətə başlamış. Burada artıq hava limanının inşası bu gün keçirilir. Həm də Bakı portu yaxınlıqda yerləşir. Yəni bu istiqamətdə düşünürəm ki, Qarabağa da bu deməli müvafiq təşviq qanunları tətbiq olunacağı təqdirdə ki, tətbiq olunur. Çox böyük potensiallar və Azərbaycanın müdaxilə məhsulunun artıq özünə məxsus hissəsini Qarabağda istehsal olunan məhsullar getirir. Mən bir əlavə etmək istəyirəm. Bu niyə görə çox vacibdir? Əvvələn qeyri-neft sektorunun inkişafı Azərbaycan hökuməti üçün prioritet bir istiqamət kimi müəyyənləşibdir və biz əgər neft istehsal edən ölkələrə və OPEC-in digər hətta üzv ölkələrinə baxsaq, 2016-cı ildə idi, səhv etmirəmsə, neft bazarında baş vermiş fiasko və bundan sonra neft istehsal edən ölkələr əsas etibarilə qeyri-neft sektorunun inkişafına yönləndirilmiş layihələrin həyata keçirilməsinə başladılar və elə Birləşmiş Ərəb Əmirliklərinin özünün də bu sayədə çox uğurlu bir təcrübəsi oldu. Çünki onlar başa düşdülər ki, yəni sadəcə olaraq bu bazarda lider olmaqla iqtisadiyyatı, dayanıqlı iqtisadiyyatı qoruyub saxlamaq mümkün olmayacaqdır. Və məhz bu baxımdan, əgər biz işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialına baxsaq, bu çox yüksəkdir. Niyə görə yüksəkdir? Burada su ehtiyatları çoxdur. Burada faydalı qazıntı ehtiyatları çoxdur. Burada turizm üçün böyük potensial var. Burada işçi qüvvəsini cəlb etmək olar, çünki məcburi köçkünlər qayıdacaqlar. Sadəcə olaraq bir sıra sosial layihələr həyata keçirilməlidir ki, ilk növbədə iş yerləri yaradılmalıdır ki, burada artıq biz cəlb edici bir belə də iqtisadiyyat formalaşdıraq və insanlar buraya qayıtdıqdan sonra bir növ belə deyək, iqtisadi çətinlikləri də olmasın. Məhz bu baxımdan işğaldan azad olunmuş ərazilərin çox böyük potensialının olmasını biz yəni vurğuluyuruq, amma bunun artıq bir sıra ölkələr tərəfindən, yəni xüsusilə biz qeyd edirik ki, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İtaliya kimi ölkələr bunu dəyərləndiriblər və burada iqtisadi subyektlərin yaradılmasında da maraqlıdırlar. Kiçik bir əlavəm var Əsməm. Bugün bizim mövzumuz Birləşmiş Ərəb Əmirlikləridir. Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatının inkişafı barədə tanınmış iqtisadçı Tom Hudson'ın deməli ecazkar inkişaf tarixçəsi deyə bir kitabı var. O deyir ki, Birləşmiş Ərəb Əmirliklərinin bugünkü inkişafının bu yerə gəlib çatmasında əsas ideya onların bir vaxtlar arzularının, istəklərinin və ideyalarının reallaşdırılmasıdır. Mən düşünürəm ki, biz də yəni bu əsas arzumuz işğalda olan torpaqlarımızı azad eləməkdir. Onu azad elədik, inşallah həmən bu torpaqlarda da böyük iqtisadi layihələr həyata keçirməyə hazırdır. Əlbəttə, sizin dediyiniz inkişaf elə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilir. Böyük Qayıdış uğurla icra olunur. Cənab Prezidentin çıxışına diqqət yetirək bir daha. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi bu ərazi 2 il bundan əvvəl işğalçılardan azad edildi. Hələ bu günlərdə sentyabrın 19-20-sində şanlı ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyi bərpa etdi. Və Böyük Qayıdış proqramı da uğurlu icra edilir. Biz hardasa 2 aydan sonra tarixi zəfərimizin 5 illik yubileyini qeyd edəcəyik. Son 5 ilin tarixi zəfər tarixidir, şanlı tariximizdir. Və şadam ki, siz artıq öz doğma dədə-baba torpağa gəlmişsiniz, yerləşmişsiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var, su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi, burası doğma Qarabağ diyarıdır. Gözəl, mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, suda boldur. Yəni burada sadəcə olaraq rahat yaşamaq, qrup yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək. Yəni artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq.
Fatma müəllim, qeyd olunduğu kimi Böyük Qayıdış proqramı uğurla icra olunur. Artıq dediyimiz kimi gələn il yekunlaşır və bu proqrama sənədə uyğun olaraq 140 min keçmiş məcburi köçkü məhz Qarabağa qayıdacaq. Amma bunun üçün də bir yeni şeylərin yaradılması vacibdir. Qısa bir rəqəmlərə də biz diqqət yetiriləcəyik. Bu 2025-ci ilin iş yarımilliyi ərzində də Qarabağda yaradılan iş yerləri. Düzdür, hər il ötən illə müqayisədə 87% Qarabağda, Şərqi Zəngəzur iqtisadi rayonunda da kifayət qədər artım var. İkisi bir yerdə belə 1600-dən yuxarı bir iş yeri yaradılıb. Bilmək istəyirdik, məşğulluq necə təmin olunur? Əsasən bu mövzudan irəli gedək. Demək, əsas məsələ elə buradan başlayır. Burada dayanıqlı iş yerlərinin açılması istiqamətində elə bundan sonraki görüləcək işlərimiz ən vacib hesab olunur. Bugünkü görüşün də elə hardasa bu rəqəmlərə müəyyən dövrdən sonra müsbət təsirini biz əslində proqnozlaşdıra bilərik. Hesab edirəm ki, Rasim, bu torpaqlarımızın keçmiş tarixçəsinə baxanda bizim kifayət qədər qabaqcıl kənd təsərrüfatı müəssisələrimiz olub. Hətta o dövrdə, o ölkədə kifayət qədər qabaqcıl və qəhrəman hətta kənd təsərrüfatı nümayəndələrimiz olub. Eyni zamanda bayaqlarım çıxışımın əvvəlində də vurğuladım. Bizim kifayət qədər zəngin təbii sərvətlərimiz var ki, biz onları qısa zaman kəsiyində elə sənaye parkları vasitəsilə iqtisadi dövrəyə cəlb etmə istiqamətində işlərimizi görürük. Bax, bu dediyimiz göstəricilərin sürətli şəkildə, yəni bir nərim dövlət tərəfindən bütün imtiyazlar verilib, orada investor kimi fəaliyyət göstərən, sahibkar kimi fəaliyyət göstərən bütün sahələr üzrə demək olar ki, şərait yaradılıb. Sadəcə olaraq artıq zaman bu iş yerlərinin sürətli şəkildə açılmasının və dayanıqlı şəkildə işləməsi üçün şərait yaradılması zamanı belə deyək də gəlib çatıb və biz bunu indi tətbiqini sürətləndirməliyik. Yəni, baza var, imkanlar var, dediyimiz göstəricilər hər şey var. Bayaq cənab prezident xüsusi vurğuladı. Bu işlərdə zəruri olan yol infrastrukturudur, kommunal qaz, su, elektrik xətlərinin çəkilməsi hər bir şeylə təmin edilibdir. Sadəcə olaraq biz, o cümlədən siz, biz xalq olaraq bu məsələdə hərəkətə gəlməliyik. Elə istərdik ki, sizin qeyd elədiyiniz kimi dayanıqlı məşğulluq mövzusunda müzakirəmizi davam edək. Kənan müəllim, biraz əvvəl siz xüsusilə vurğuladınız ki, Qarabağa məhz xarici investisiyalar, Çin modeli, Birləşmiş Ərəb Əmirlikləri modeli, bu eyni zamanda müasir innovasiya, müasir standartlara cavab verən bir peşələrin yaradılması deməkdir. Qarabağda bu imkanları biz qurub yarada biləcəyikmi? Və yaxud da hansı ixtisaslara daha çox ehtiyac olacaq? Bilirsiniz, ilk növbədə bütün bunları yaratmaq üçün, bu Böyük Qayıdış proqramı çərçivəsində regionun iqtisadi inkişafı üçün və xüsusilə də xarici investorların cəlbi üçün bizim gözlənilən Zəngəzur koridoru layihəmiz var. O Zəngəzur koridoru açılmalıdır ki, Qarabağ zonası bir növ bu qapalı sərhədlə üz-üzə olmasın. Bu xarici investor az öncə vurğuladığım kimi yatırım edərkən təşviq və həmən istehsal etdiyi məhsulun ixrac məsələsinə baxır. Düşünürəm ki, bu istiqamətdə Zəngəzur koridorunun açılması Qarabağa xarici investisiya axınını dəfələrlə artıracaq. O ki qaldı müvafiq deməli ərazidə yaradılan iş deməli potensialları filan. Hər bir ərazinin ixtisaslaşmış mərkəzinin özünün konkret istiqaməti var. Məsələn, Kəlbəcər turizm istiqamətində və sağlamlıq istiqamətində ixtisaslaşmış mərkəzdir. Deməli, burada mütəxəssislər sırf turizm istiqamətində və sağlamlıq istiqamətində olacaq. Və artıq müvafiq əraziyə və Azərbaycan deməli ali məktəblərindən, eyni zamanda xarici ali məktəblərdən
peşəkar məzunlar, peşəkar mütəxəssislər cəlb olunublar artıq. Deməli, rekreasiya mərkəzləri yaradılıb və müvafiq mütəxəssislər cəlb olunub. Düşünürəm ki, müvafiq ərazilərdə işğaldan qabaqki dövrdə yayılmış bir deməli ixtisaslar var. Bu xüsusilə də məsəl üçün Ağdamda üzümçülük bir vaxtlar çox məşhur olub, xalçaçılıq çox məşhur olub. Düşünürəm ki, müvafiq istiqamətlərin inkişaf prosesində onun bir vaxtlar deməli yön götürdüyü bir istiqamət əsas götürülməlidir. Məsələn, bugün biz Cəbrayılı müvafiq ərazinin logistika mərkəzi kimi görürük. Niyə? Çünki Zəngəzur koridorunun son deməli duracağı, Zəngəzur koridorunun ilk duracağı Azərbaycan ərazisində bu Cəbrayıl rayonudur. Və Cəbrayıl rayonu da ixtisaslaşmış mərkəz olaraq logistika istiqamətində tənzimlənir. Və bilirsiniz ki, Birləşmiş Ərəb Əmirliklərinin DP World şirkəti var. DP World şirkəti 2010-cu ildə Cebelali layihəsinə qoşulub. Və DP World şirkətinin Cebelali layihəsinə qoşulması onun həm rezident, həm dövriyyəsinə dəfələrlə təsir etmişdir. Düşünürəm ki, Cəbrayıl rayonunda logistik istiqamətdə yaradılacaq olan multimodal logistika kompleksinə xarici ölkələrdən xüsusi logistika şirkətləri cəlb olunacaq və bu istiqamətdə cəlb olunacaq logistika şirkətləri özləri ilə artıq bu tipli logistika mütəxəssislərini gətirəcəklər və regionda bir vaxt ki o yayılmış o potensialını yenidən qaytara biləcək. Və xüsusilə də bir əlavəm var. Bu istiqamətdə nəqliyyat istiqamətində bizim Birləşmiş Ərəb Əmirlikləri ilə 2025-ci ilin iyul ayında biz Birləşmiş Ərəb Əmirlikləri ilə çox sahəli iqtisadi əməkdaşlıq haqqında saziş imzalamışıq. Və bugün Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin, rəhbərlərinin, eyni zamanda dövlət əməkdaşlarının dövlət başçısı ilə birlikdə Qarabağa səfər etməsi, düşünürəm ki, həmən imzaladığımız sazişin bir davamı olaraq gəlmişdir. Və çox yaxın zamanda Qarabağa Birləşmiş Ərəb Əmirliklərindən çox sahəli istehsalat və logistika şirkətlərinin gəlişinə bir işarədir. Çox sağ olun. Azərbaycan Qarabağın münaqişəsi sülh yolu ilə həll etməli idi, amma xarici qüvvələr də mane olurdu. Hansı qüvvələrdir və ölkəmiz onları necə dəf etdi? Bir daha dövlət başçısının çıxışından qısa bir hissəyə nəzər yetirək. Biz bilirsiniz, uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdəydi. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyil. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri, onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şey hesablaya bilməmişdilər. O da Azərbaycan xalqının iradəsi, gücü, vətən torpağına olan bağlılığı, Azərbaycan əskərinin olan şücaəti, qəhrəmanlığı və xalqımızın birləşməsini. Onu hesablaya bilməmişlər. Əgər vaxtında Ermənistan rəhbərliyi mənim sözlərimə baxıb, öz xoşu ilə bizim torpaqlardan çıxsaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı, antiterror əməliyyatına ehtiyac qalmazdı, 3000-dən çox şəhidimiz olmazdı. Sevgi xanım, biz biraz əvvəl elə Qarabağa xarici sərmayələrdən danışırıq. İnvestor təhlükəsiz mühit olduğu bir məkana sərmayə yatırmaqda maraqlıdır. Cənab Prezident qeyd elədi ki, biz xarici qüvvələri də dəf edə bildik, amma hal-hazırda biz diqqət yetirsək, yenə də dünyada bu çaxnaşmaların getdiyi bir zamanda biz təhlükəsizliyini necə təmin edə bildik və belə müdaxilələr yenə də olacaqmı, qarşısını necə ala biləcəyik? Əslində Cənubi Qafqaz çox mürəkkəb bir regiondur coğrafi baxımdan və biz əgər burada müxtəlif siyasi maraqların kəsişməsinə baxsaq, yəni nəticə etibarilə bu əslində çox təhlükəli ssenarilərə aparıb çıxara bilərdi və 2020-ci ildə biz zəfərimizi qazandıqdan sonra həm şimaldan, həm cənubdan, həm şərqdən, həm qərbdən kifayət qədər böyük təzyiqlərlə qarşılaşdıq və biz bugünə qədər də əgər sülh müqaviləsini imzalaya bilməmişik, baxmayaraq ki, Azərbaycan qalib ölkədir, baxmayaraq ki, Azərbaycan
öz ərazisini tam və qəti şəkildə düşməndən azad eləyibdir. Baxmayaraq ki, biz artıq dövlət sərhədinə çıxmışıq və Ermənistan məğlub, zəif, iqtisadi cəhddən çöktürülmüş, müdafiə sayəsində çöktürülmüş bir ölkədir. Amma biz onu məcbur edib, yəni masa arxasına otuzdurmaq və sülh müqaviləsini imzalamaq, ona nail ola bilmirdik. Niyə görə? Yəni əslində Ermənistan bu qədərmi güclüdürmü? Xeyr. Sadəcə olaraq, yəni sülh mühitinin Cənubi Qafqazda formalaşmasına mane olan çox ciddi qüvvələr var idi. Və elə Fransanın adını çəkmək kifayət eləyər ki, biz 2020-ci ildən sonra əslində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın əsl mahiyyətini gördük. Və açıq şəkildə Ermənistanı revanşa səsləmək, açıq şəkildə Ermənistana dəstək ifadə etmək və müharibənin nəticələrini sanki tanımamaq kimi çağırışlar bəzi fransız siyasətçiləri tərəfindən əslində nəticə etibarilə sülh mühitini kifayət qədər zədələyir. Və bundan da xəbərdar idilər. Və biz bu 4 il müddətində təbii ki, bir çox güclü təzyiqlərlə rastlaşmalı olduq. Amma 2023-cü ildə antiterror əməliyyatları düşünürəm ki, bu qüvvələrə çox layiqli bir cavab oldu və bu gözlənilməz, mən düşünürəm ki, zərbə idi. Azərbaycan torpaqlarında separatizmin kökünün tam şəkildə, qəti şəkildə kəsilməsi və ondan sonra gedən proseslər də hamımızın gözü qarşısında baş verdi. Və bilirsinizmi, artıq mən düşünürəm Ermənistan daxilində də belə bir rəy formalaşdı ki, yəni kənar qüvvələrin dəstəyi, necə ki 30 il dəstəyi vermişdilər, amma 44 gündə məğlub oldular və heç kim arxalarında dayanmadı. Və bu cür, belə deyək, hərbi sirrin əgər mahiyyətinə vara bilməmişdilərsə Ermənistanı dəstəkləyən qüvvələr, yəni onlar bundan sonra da heç bir şey edə bilməyəcəkdilər. Və 8 avqust, mən bunu bir mənalı şəkildə söyləmək istəyirəm ki, bu Azərbaycan xalqının, Azərbaycan prezidentinin iradəsini ortaya qoydu. Və əgər 2020-ci ildən sonra Azərbaycana təzyiq etməyin mümkün olmadığını anlamasaydılar, mən sizə əmin edirəm ki, heç bu görüş də baş tutmaz. Əgər vaxtında üstün gələ bilsəydilər hansısa bir məsələdə, yəni proseslər tam fərqli bir istiqamətə də yönlənə bilərdi. Və cənab prezident çox, belə deyək, vacib bir bəyanatını verdi. Bununla bağlı keçmiş məcburi köçkünlərlə görüşündə ki, Azərbaycan xalqı özünün sözün bütün ənlamlarında qələbə tarixini yaşadı, qələbədən sonraki dönəmdə. Yəni biz iradəmizin möhkəmliyini bir daha ortaya qoyduq və bizi sadəcə olaraq, yəni qələbədən sonra euforiya, tezliklə nəyisə nail olmaq yox, tam belə deyək, biz necə 30 il müddətində torpaqlarımızın azad olmağı üçün mübarizə aparmışdıqsa, elə belə deyək, sülhə nail olmaq üçün də tam şəkildə Cənubi Qafqazda dayanıqlı sülhü təmin etmək üçün də iradəmiz o qədər möhkəm idi. Çox sağ olun. Elə Böyük Qayıdış 2-ci dövlət proqramı ki, gəlin ildən icrasına başlanılacaq. Onun da əsas məqsədlərindən biri də təhlükəsizlik təmin edilməsidir. Amma xüsusən elə prioritetlər, Qarabağın bərpası, iqtisadi reinteqrasiya və digər bu istiqamətlər üzərində istəyərdik ki, iqtisadçılarımıza fikirlərini öyrənək. Fatma, 1-ci dövlət proqramı barədə ətraflı danışdınız. 2-ci dövlət proqramı və 1-ci müqayisə eləsək, fərq nədən ibarət olacaq? Yəni artıq bərpa olunur. Növbəti proseslər hara gedəcək və o proqram icrasından sonra 2030-cu ildə Qarabağı necə görəcək? Elə ümumi buradan başlayaq. Demək, Rasiməm, birincisi onu qeyd eləyək ki, fikir verirsinizsə, biz bu torpaqlarımızı azad eləyəndən sonra biz hardansa xaricdən bir konsultantlar gətirmədik, bir məsləhət eləmədik ki, hansı nöqtəni hara qoyaq, hava limanı harada deyək. Bizim o qədər bu dövr ərzində o varlıqlarımızı iqtisadi dövrəyə cəlb etdiyimiz dövrdə o qədər rişxəndlə, dırnaqarası bizi tələyə salan dırnaqarası qonşularla, o qədər professionallıq, bu xarici siyasətdə professionallıq bərqərar olmuşdu ki, və bölgədə həyata keçirdiyimiz o cümlədən layihələrlə, yəni Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi, Ərzurum və yaxud Bakı-Tbilisi-Qars layihələrinin icra mexanizmli olması, bu təcrübələrimiz biz bu işğaldan azad olunduğu torpaqlarımızda qısa zaman kəsiyində, yəni 1-ci proqram üzrə təhlükəsizlik və eyni zamanda da strateji vacib infrastrukturların qurulması istiqamətində 5 il, yəni bu bilirsiniz, çox möcüzəli. Əslində biz elə bizim belə deyək, bayaqdan misal gətirdiyimiz Birləşmiş Ərəb Əmirliklərinin hansısa başqa bir parametrdəki olan bir xüsusiyyətlərini həyata keçirmiş oluruq, sürətli şəkildə. Və indi ikinci
proqram üzrə artıq burada dayanıqlı və eyni zamanda da bayaq qeyd etdiyimiz kimi oradakı varlıqların iqtisadi dövrəyə cəlb edilməsi prosesi fazasına daxil oluruq. Burada əlbəttə ki, biraz tələbnamələrimiz də çoxdur, yanaşmalarımız da çox sürətli olmalıdır və əslində milli prioritetlər sırasında hər biri öz yerini tapıb və düşünürəm ki, qısa zaman və məkan çərçivəsində biz bu nailiyyətləri əldə edə biləcəyik. Kəram müəllim, siz necə düşünürsünüz? Böyük Qayıdış 2-ci dövlət proqramı prioritetlərinə biz diqqət yetirdik. Orada əsas məsələlərdən biri də Qarabağ iqtisadiyyatının birbaşa mərkəzi iqtisadiyyata reinteqrasiyası. Bu proses necə təmin olunacaq? Düşünürəm ki, o prosesin təmin olunması ilk növbədə müvafiq ərazinin ilk növbədə iqtisadi potensialı əsasında tənzimlənəcək. Müvafiq iqtisadi potensial həmən ərazidə qurulacaq hansısa bir istehsalat obyektlərinin, hansısa bir logistika mərkəzlərinin, hansısa bir elm yəni ocaqlarının varlığı ilə tənzimlənəcək. Bilavasitə bugün artıq qısa müddət öncə ali məktəblərə qəbul imtahanları idi və Qarabağ Universiteti artıq Azərbaycan, yəni bu hər bir azərbaycanlını mən düşünürəm ki, sevindirən bir məsələdir ki, Qarabağ Universiteti artıq həmən ali məktəblər arasında artıq özünə məxsus bir yer tutmuşdu və tələbələr o ali məktəbə təhsil almaq üçün yəni səy göstərirdilər. Bu çox sevindirici bir haldır. Düşünürəm ki, bu tipli layihələr, ali təhsil ocaqları, istehsalat sahələri, hansısa bir logistik hublar, hansısa bir kommunikasiya, məsəl üçün bugün hava limanları fəaliyyət göstərir. Düşünürəm ki, bütün bu obyektlər, bu fərqli deməli istiqamətlər Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının əsas tərkib hissəsidir. Və birmənalı şəkildə də artıq zaman keçdikcə bu reinteqrasiya prosesi sürətlənəcək. Çünki ilkin müddətdə bizim önümüzdə çox böyük əngəllər var idi. Minalanmış ərazilər, hansısa bir təhlükəsizliyin yetərincə təmin olunmaması, amma sonrakı müddətdə artıq Böyük Qayıdış 2-ci hissəsində düşünürəm ki, bu maneələr yenə də var, amma əvvəlki qədər deyil. Biz artıq yəni bir çox dövlət başçılarını artıq Qarabağda qəbul edirik və bu cəhətlər artıq böyük şirkət nümayəndələrinin Qarabağa gəlməsi düşünürəm ki, bütün bu cəhətlər Qarabağın artıq Azərbaycan iqtisadiyyatının düşünürəm ki, qısa müddət sonra aparıcı hissəsi olacağına bir şərait yaradır. Minnətdarıq. Elə dövlət başçısı Xocalı sakinləri ilə görüşü zamanında çox maraqlı bir mesajlar verdi. Onlardan xüsusən ədaləti məhz Azərbaycan necə bərpa etdi. Çıxışa diqqət yetirək. Doğma Qarabağ diyarında siz artıq əbədi yaşayacaqsınız. Sizin davamçılarınız. Ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik ilk növbədə. Öz haqqımızı bərpa etdik. Erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik. Uzun illər köçkün həyatını yaşamış insanlar ən gözəl şəraitə layiqdir. Mən xatırlayıram, işğal dövründə o vaxt köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və onu biz etmişdik. Haradasa 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu müvəqqəti yaşayış yeri. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacaq. O da oldu. Onlar şəhər kəndlərimizi yerlə yeksan etmişlər, biz isə qurub yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Və qısa müddət ərzində gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü göstərir, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Sevil xanım, necə düşünürsünüz? Bundan sonra elə dövlət proqramı növbəti hissəsində bu xüsusilə vurğulanıb, dayanıqlı məskunlaşma. Cənab Prezident qeyd elədiyi kimi bizim keçmiş məcbur köçkünlə Qarabağa qayıdacaqlar, amma bunun dayanıqlı məskunlaşma məsələsi necə həll olunacaq? Hansı kriteriyalardan keçməlidir, hansı tələblər olmalıdır? Bilirsiniz, bu ərazilər işğaldan azad olunduqdan sonra əslində biz çox belə dəhşətli bir səhnə ilə rastlaşdıq. Çünki onun altını üstünə çevirmişdilər. Orada heç bir şey yox idi. İnfrastrukturu tam şəkildə dağıdılmışdı. Və birinci proqram, dövlət proqramı çərçivəsində məhz bu ilkin işlər görüldü. Yəni infrastrukturun yaradılması, ilkin şəraitin formalaşdırılması. Çünki bunsuz heç ora belə şirkətləri də cəlb etmək olmazdı ki, onlar yol çəksinlər, onlar orada hansısa bir infrastruktur layihələrini həyata keçirsinlər. Yəni kommunal, az əvvəl söylədiyimiz həmin o kommunal xətlərin çəkilişi, yəni bu mümkün olmazdı. Və həm də təhlükəlilik məsələsi, yəni orada minaların olması, eyni zamanda bir sıra provokasiyalar da vardı. Yəni bunu da biz açıq söyləməliyik ki, region kifayət deyil, biz onu işğaldan azad etdikdən dərhal sonra başladıq bu işlərə. Amma region kifayət qədər təhlükəli idi və bütün bunlara baxmayaraq bu işlər uğurla irəliyə aparıldı və bugün biz işğaldan azad olunmuş ərazilərə səfər etdikdə görürük ki, artıq çox gözəl yol layihələri burada həyata keçirilibdir. Həqiqətən də heyranlıq yaradır. Eyni zamanda qeyri-adi, yəni Azərbaycan üçün də unikal ola biləcək, yəni dağın içərisindən keçən xüsusilə avtobanların tikilməsi, bu özü də yəni həm sərmayə tutumlu bir layihə idi, amma eyni zamanda Qarabağın yol infrastrukturunun həm yaradılması, həm yaxşılaşdırılması üçün təbii ki, irəliyə doğru addım idi. Yəni burada məktəb yox idi, məktəb binaları tikildi, bağçalar, poliklinikalar, xəstəxanalar və s. Yəni ilkin şərait belə demək mümkünsə yaradılıbdır. Yəni birinci dövlət proqramı öz hədəfinə çatıb söyləyə bilərik. Amma ikinci dövlət proqramında hansı işlər həyata keçiriləcək? Mən düşünürəm ki, yaşayış binalarının artırılması, iş yerlərinin açılması, burada yeni istehsal sənayesinin, yəni biz bu əraziləri təkcə aqrar əraziyə çevirmək niyyətimiz də yoxdur. Zaten biz düşünürük ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra kifayət qədər intellektual inkişaf dövrü keçibdir və bizim hüququmuz var, haqqımız çatır ki, bu ərazilərdə kifayət qədər yüksək texnologiyalardan istifadə etməklə sənaye sahələri yaradıraq və eyni zamanda belə deyək, elmi nailiyyətlərin iqtisadiyyata tətbiqi ilə yeni iqtisadi subyektləri də biz burada tam şəkildə yəni işə sala bilək. Yəni buna bizim həm dövlətimizin iqtisadi gücü imkan verir, eyni zamanda insan potensialını, insan kapitalını da burada qeyd etmək lazımdır ki, bəli, Azərbaycanda bu illər ərzində insan kapitalı formalaşıbdır. Və burada mən xüsusilə qeyd etmək istəyirəm ki, artıq ikinci dövlət proqramında biz özəl sektorun daha çox inkişaf iştirakçılığını gözləyirik və gözləntilərimiz ondan ibarətdir ki, yəni dövlət, yəni bütün ölkələrdə əslində belə dövlət şəraiti yaradır, amma iqtisadi subyektlər, sahibkarlıq subyektləri isə iqtisadiyyatı irəliyə aparan lokomotivə çevirirlər. Və biz məhz iqtisadi lokomotivin önündə gedəcək şirkətləri işğaldan azad olunmuş ərazilərdə gözləyirik ki, dayanıqlı məskunlaşma sizin söylədiyiniz bu mümkün olsun. Çünki bəli, belə deyək, vətənə məhəbbət, patriotik hisslər, bu torpaqlara yanğı, bunlar hamısı öz yerində və zaten bugün biz məcburi köçkünlərin necə böyük şövqlə bu ərazilərə qayıdılmasının hər gün belə deyək ki, şahidi oluruq. Amma eyni zamanda insanların iqtisadi məşğulluğu üçün də təbii ki, şərait olmalıdır ki, bu ərazilər, siz az əvvəl təhlükəsiz mühitin formalaşmasından danışdınız. Niyə görə biz, məsələn, dövlət büdcəsindən parlament olaraq Cənab Prezidentin təşəbbüsü ilə məhz işğaldan azad olmuş ərazilərin bərpasına və yenidən qurulmasına daha çox sərmayələrin ayrılması, bildiyiniz kimi elə 2024-cü ildə dövlət büdcəsində 2023-cü ildə də profitsit formalaşmışdı və bu profitsitin kifayət qədər önəmli bir hissəsi məhz iyun ayında elə bu proqramların həyata keçirilməsinə yönləndirildi. Və indi gözləntimiz ondan ibarətdir ki, yəni əgər biz daimi məskunlaşmadan danışırıqsa, biz eyni zamanda insanların keyfiyyətli həyatını da təmin etməliyik. Bu isə təbii ki, dövlətin yaratdığı şərait, amma eyni zamanda özəl sektorun verə biləcəyi töhfələrdən də asılı olacaqdır. Xarici şirkətlərin, transmilli şirkətlərin və yaxud da ki, beynəlxalq şirkətlərin buraya cəlb olunması təbii ki, bu çox vacibdir və dövlətimiz bu istiqamətdə işləyir, amma milli şirkətlər də bu istiqamətdə təbii ki, öz istəklərini ortaya qoymalıdırlar. Bu arada Cənab Prezidentin Qarabağ səfəri çərçivəsində bir sıra mesajlar verdi. Onun çıxışından yenə bir hissəyə nəzər yetirək. 20-ci ilin
noyabrın 10-undan ta 23-cü ilin sentyabrın 19-una qədər bizim bir məqsədimiz var idi ki, ölkə suverenliyini tam bərpa etmək. Bunu da etdik. Erməni işğalına son qoyduq, separatçılığa son qoyduq. Haqq ədaləti bərpa etdik və indi qrup yaradırıq. Əlbəttə ki, bütün dünya bugün Azərbaycan haqqında danışır. Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən, öz doğma torpağı uğrunda vuruşan və qalib gələn ikinci ölkə yoxdur. Və indi nə vaxtsa olar, olmaz. Amma xalqımızın iradəsidir. Xalqımızın öz doğma torpağına olan bağlılığıdır. Bizim müştərək iradəmizdir. Bizim döyüşkən xasiyyətimizdir və eyni zamanda necə ki döyüş meydanında düşməni məğlub etdik. Onu kapitulyasiya aktını imzalamağa məcbur etdik. Eyni qayda ilə sülhə də yol açdıq. Ki bundan sonra heç vaxt müharibə olmasın. Biz heç vaxt müharibə istəməmişik. Heç vaxt müharibə istəməmişik. Azərbaycan tarixi zəfəri bərpa etdi və indi də yenidən qurma işləri davam edir sürətlə. Elə bu barədə biz söhbətimizi davam etdiririk. Fatih müəllim, yeri gəlmiş elə bu günlərdə İqtisadi Şuranın icrası keçirildi və 2026-2029-cu illər dövlət və icmal büdcə müzakirəyə çıxarıldı və biz Şuranın icrasına diqqət yetirsək, yenə də bizim növbəti ilin ən azından büdcəsində əsas məsələ Qarabağ və Şərqi Zəngəzur yenidən qurulmasıdır. Söhbət iqtisadi rayonlardan gedir. Siz necə düşünürsünüz? Növbəti ilin büdcəsində Sevil xanım sizdən də soruşacağıq. Nələr nəzərdə tutulmalı və yaxud da tutulur? Düzdür, müzakirə mərhələsindədir, amma bir iqtisadçı kimi fikirlərinizi öyrənək. Azman, bu təbii halda da bu olmalıdır. Bu indi bizim bədnam qonşumuzun da bizə verdiyi töhfə ondan ibarətdir ki, biz artıq neçənci ildir ki, büdcəmizi ancaq bərpa, yenidən qurma işlərinə sərf edirik. İndi təsəvvür edin ki, bu xərclər olmasaydı, o cümlədən də ordu quruculuğuna bu qədər xərclər getməsəydi, bu hamısı istiqamətlənəcəkdi digər sosial rifah layihələrinə. İndi hal-hazırda belədir, bu da çox təbiidir. Çünki işlər çoxdur və biz də bunu sürətlə həyata keçirməliyik. Baxın, biz bir günlərim Ayrasməm. Misal üçün, Bərdədən Ağdama çəkdiyimiz dəmir yol vasitəsi. Bu dəmir yol vasitəsi ilə indi biz təkcə sərnişin daşımalı deyilik ki. Bu təyinatı bir günlərim ondan ibarət olmalıdır ki, bizim Ağdam Sənaye Parkında istehsal olunan Seyir xanım çox gözəl bir məqama toxundu. Biraz o sənaye səviyyəsinə çıxmaq istiqamətində həqiqətən bu lazımdır. Əsasən də o bölgədəki o belə deyək də, iqtisadi dövrəyə cəlb edə biləcək varlıqlarımızın sənaye üsulu ilə məhz bu xətlərlə Yevlax qovşağına da çıxıb, indi biz hələlik bu Zəngəzur dəhlizini gözləyirik də, amma ən azından bizim Yevlax qovşağı üzərindən qərb istiqamətində olan ixrac. Orada 3 hava limanı var, Fatih müəllim. Yox, bilirəm. İndi daşınmanı təyyarə ilə etmək prosesi biraz çətin olur, amma ki, hazır məhsulların dəmir yolu ilə daşınması daha rasionaldır. Və burada təkcə eyni zamanda da bizim oradakı işğaldan azad olunmuş bir ərazilərdən getmir söhbət. Məsələn, Ağdam istiqamətində Bərdə, Ağcabədi, o yüzden Tərtər və yaxud Zərdab bu bölgələrin də məhz o belə deyək, ən azından kənd təsərrüfatı məhsullarının emal olunması prosesi sənaye üsulu ilə bu istiqamətdə həll olunması belə deyək də, yolunda xərclənəcək kifayət qədər vəsaitlərimiz var, kapital qoyuluşlarımız var. Eyni zamanda digər o dediyimiz müəssisələrin inşaat sektoru ilə bağlı digər bölgələrdə, digər işğaldan azad olunmuş torpaqlarımızda bizim kifayət qədər o da dözümlü inşaat materialı kimi istifadə oluna biləcək bəzək, üzək daşlarımız var. Yəni bunun sürətli şəkildə həyata keçirilməsi
çox yaxşı olardı. Bartaz 1, Bartaz 2 yataqlarımız var. Hardakı inşaat materiallarının inşası üçün istehsalı üçün kifayət qədər imkanlarımız var. Yəni bu istiqamətdə mütləq şəkildə kapital qoyuluşu şahelənməlidir və sürətlənməlidir ki, biz bunun əsasında o ikinci proqram üzrə dayanıqlı iş yerlərini formalaşdıra bilək. Belə olduğu halda artıq vurğuladığımız kimi məskunlaşma prosesi də sabit öz artımı ilə gedəcək. Elə istərdik ki, dövlət başçısına bir daha çıxış olacaq. Antiterror əməliyyatları barədə çıxışa diqqət yetirək. Mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağınızdan çıxmasanız, müharibə qaçılmazdır. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma hesablamayıblar düzgün. Bizim iradəmizi hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta 2-ci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, separatçılığa yer yoxdur Azərbaycanda. Gəlin Azərbaycan qanunlarına tabe olun, gəlin Azərbaycan vətəndaşlığını qəbul eləyin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təhribatlar, həm siyasi təhribatlar, yekəxanalıq və faktiki olaraq bizə olan mənfi münasibət yenə də özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçılığın kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi. Ona görə ki, biz haqlıyıq. Və bugün haqlı olduğumuzu bir daha burada sübut edirik. Səbih xanım, burada sizdən fikirlərinizi öyrənmək istəyərdik. Cənab Prezident qeyd elədi ki, biz dəfələrlə Ermənistan tərəfinə dedik, kapitulyasiya uğratdıq, məğlub etdik, amma dedik ki, gəlin bu əməllərinizdən əl çək. Amma bunu etmədi. Bugün Ermənistan daxilində də baş verən proseslərə nəzər yetirsək, doğrudanmı Ermənistan buna gedəcək və yaxud da xarici təsirlər, xarici qüvvələr ilə Baş nazir Paşinyanı biz son günlər çıxışına nəzər yetirsək, biz Azərbaycanın ərazi bütövlüyünü tanımalıyıq, Gürcüstanın ərazi bütövlüyünü tanımalıyıq, eyni zamanda Türkiyənin. Çünki biz onların ərazi bütövlüyünü tanımasaq, onlar da bizim ərazi bütövlüyünü tanımayacaqlar. Amma Paşinyana kifayət qədər təhdidlər oldu bundan sonra. Ermənistan daxilində baş verən proseslərin sülh prosesinə necə təsiri olacaq? Sülh prosesinə, təsiri məsələsinə gələndə, yəni biz artıq sülhü bərqərar etmişik. Söhbət davamlı sülhdən gedir, bu fərqli şeylərdir. Yəni Azərbaycan öz ərazisini artıq işğaldan azad edib və bu ərazilərdə gördüyünüz kimi bərpa quruculuq işlərini aparır və dövlət sərhədinin delimitasiyası, demarkasiya prosesi də aparılır. Bəli, bu biraz vaxt alandı. Biz bunu əvvəldən də qeyd etmişdik ki, elə ölkələr var ki, yəni onlar 10 illər boyu bu demarkasiya və delimitasiya prosesini irəliyə aparırlar. Amma o ki qaldı, Ermənistan daxilində hansısa qüvvələrin sülh prosesinə təzyiq göstərmək, təsir göstərmək məsələsində mən bunu ümumiyyətlə düşünürəm ki, biz kənara qoymalıyıq. Niyə? Çünki Ermənistan daxilində bəli bu qüvvələr var idi, amma o kəsim kiçilməkdə davam eləyir və əgər Paşinyanın 8 avqust, yəni bu sonuncu siyasi hadisə olduğuna görə Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesində onu qeyd edirəm. 8 avqust məsələsindən sonra əgər Ermənistan daxilində, eyni zamanda Ermənistan xaricində də Ermənistana təzyiqlər olmazsa, bu deməkdir ki, artıq müharibənin nəticələrini bütün dünya birliyi qəbul edib və Ermənistanın sülh müqaviləsini imzalanmaqdan başqa yolu yoxdur. Biz bunu
yəni dəfələrlə qeyd eləmişdi ki, bu siyasi manevrlər, hansısa bir belə deyək, danışıqlar prosesini uzatmaq, tez-tez dəyişkən bəyanatlarla çıxış etmək, bunun mahiyyətində həm Ermənistan daxilində mövcud olan ictimai düşüncəni dəyişmək bu çox vacib məsələdir və bu əslində ən çətini olanı da budur. Yəni sülh müqaviləsini imzalamaq olar, yəni burada belə deyək, bir kağız parçası ona qol çəkərsən, amma bu əslində kağız parçası olacaqmı? Bu axı iki xalqın taleyini, gələcək xalq taleyini həll edəcək bir mühüm sənəddir və ona sadəcə olaraq belə yanaşmaq mümkün olmayacaqdır. Və Paşinyan mən düşünürəm ki, düzgün mövqe tutub ki, o Ermənistan daxilində ictimai düşüncəni dəyişmək istəyir. Onları inandırmaq istəyir ki, qonşu ölkələrə ərazi iddiaları ilə çıxış etməyin əslində heç bir nəticəsi yoxdur. Yəni 30 il keçdi, nə baş verdi? 10 minə yaxın onlardan yəni şəhid var idi 2-ci Qarabağ müharibəsində. Azərbaycan öz torpaqlarını azad etdi və bugün qarşı tərəf məğlub tərəf kimi masa arxasında əyləşibdir. Yəni bunun siyasi dividendləri nədən ibarət oldu? Yəqin ki, Paşinyan öz ictimaiyyətinə bu sualı ünvanladıqca eyni zamanda onlarda da baş verən proseslərlə bağlı aydın təsəvvür formalaşır. Ona görə də 8 avqustda əgər mən düşünüb gəlmişəm bura söylədisə Ermənistanın baş naziri, bu deməkdir ki, artıq o ölkəsindəki siyasi nəbzin nə olduğundan da xəbərdardır. Bu sadəcə olaraq deyilmiş sözlər deyildir. Bu iki dövlət rəhbərinin hüzurunda söylənilmiş fikirlərdir və Ermənistan cəmiyyətinin nəticədə, yəni bilirsiniz, buna qədər bəli biz müxtəlif layihələrin Ermənistanda dağıdıcı təsirlərinin olması üçün göstərilən elə Baqrat məsələsi, eyni zamanda Azərbaycan ərazisinə Vardanyanın göndərilməsi. Yəni müxtəlif layihələr var ki, biz bunları qeyri-konstruktiv, yəni məcraya yönləndirmək üçün xarici qüvvələr tərəfindən cızılmış senarilərin olduğunu görürdük. Amma nəticə ondan ibarət oldu ki, bugün radikal müxalifət sıxılmış vəziyyətdədir Ermənistan daxilində. 2026-cı il parlament seçkiləri olacaq və Paşinyanın partiyası mono şəkildə tək qaydada heç bir koalisiyaya qoşulmadan gedir. Bu onun siyasi elektoratının güclənməsindən xəbər verir. Eyni zamanda çox cəsarətli çıxışlar və Alen Simonyanın, Ermənistan parlamentin spikerinin son yəni bəyanatlarından bir neçəsinə biz əgər baxsaq, o radikal müxalifətin artıq nəinki onun bəyanatlarının qəbul olunmadığı, heç onlara qulaq asan olmadığından bağlı da fikirlər səsləndirir. Sevil xanım, çox sağ olun, minnətdarıq sizə fikirlərinizə görə və dəvətimizi qəbul etdiyiniz üçün və iqtisadçılarımıza Kənan müəllim, Fuad müəllimə də təşəkkür edirik. Bizə ayrılan vaxt burada yekunlaşdı. Bəli, dəyərli izləyicilər, Qarabağda həyata keçirilən bərpa quruculuq işləri eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin məhz Qarabağa, Şuşaya, Füzuliyə səfərindən və xarici biznesin Qarabağda marağından danışmağa çalışdıq. Bizə ayrılan vaxt burada yekunlaşdı. Sağ olun, sağ olun.